özləri və Əhl-i Beyt əleyhissalam. Bağışlayan və mehriban olan Allahın adıyla. Qaranlıqlarda doğru yolu bizimlə tapdınız. Ucalıqlara, üstünlüklərə bizimlə qalxdınız. Ayın sonlarındakı qaranlıqlarda bizimlə aydınlığa çıxdınız. Kar olsun o qulaq ki, hündür səsi eşitməz. Qışqırığı eşitməyən yavaş səsi necə eşidər? Sakit olsun o ürəklər ki, hey titrər, hey çırpınar. Zübeyir və Təlhəyə müraciətlə söyləmişdir. Qışqırıq, hündür səs Allahın ayələri, Həzrət Peyğəmbərin hədisləridir. Onları eşitməyən, onlara uymayan mənim sözlərimi heç eşitməz, mənim sözlərimə heç uymaz demək istəyir. Axırda hiyliyə uyacağınızı bilirdim, gözləyirdim. Sizdə aldanmışların nişanələrini görürdüm. Ancaq məni iman pərdəsi bürümüşdü, üzünüzə vurmurdum. Fikrimin və niyyətimin doğruluğu sizin halınızı mənə göstərmişdi. Açıb ağartmırdım. Müminin anlayışından ehtiyat edin. Çünki o Allah nuru ilə görər. Hədisinə işarə vuraraq, bu işləri əvvəldən bildiklərini, onları edəcəyini anladığını bildirir. Cami 1-ci cild 7-ci səhifə. Hər yana gedən yollar arasında sizin üçün doğru olan yolun başında durdum. O tərəf bu tərəfə baxırdınız. Bələdçiniz yox idi. Qazmadığınız yer qalmamışdı. Suyunuz yox idi. Bugün səssiz səmirsiz deyirəm. Məndən ayrılan itib gedər. Mənə göstərildiyi andan mən həqiqətə şübhə etməmişəm. Musa özü üçün qorxmamışdı. Cahillərin üstün gəlməsindən, azğınlığın hökm etməsindən qorxmuşdu. Bugün sizinlə mən haqq yolla, batil yolun üstündə durmuşum. O adam ki, suya çatacağını əmindir, heç susamaz. Taha surəsinin 65-66-cı ayələrində buyurulur. Sehirbazlar dedilər ki, ya Musa, istəyirsən əvvəl sən çomağa at, istəyirsən biz ataq. Dedi, əvvəl siz atın. Bunu deyərkən, sehr ilə ipləri və çomaqları Musaya tərəf qaçırmış kimi göründü. Musanın ürəyinə qorxu düşdü. Dedik, qorxma, şübhə yoxdur ki, sən onlardan daha üstünsən. Bu qorxu özünün yaxud möcüzəsinin üstün olmaması üçün deyil, cahillərin və azğınların üstün olması ucbatından idi. Gücləri, qüvvətləri yox ikən, mən durdum onlara köməyə getdim. Onlar başqalarını xirqələrinin yaxasına qısarkən, mən özümü meydana attım. Onların dili söz tutmadıqda, mən danışdım. Onlar durub baxanda, mən Allah işığı ilə qaranlıqlardan keçdim. Hələ ən sakit danışanları mən idim. Ən çox üzünü göstərməməyə çalışanları mən idim. Cilovu buraxıb atımı çapdım. Nəməri alıb qaçdım. Elə bir dağ kimi idim ki, yellər onu yerindən qımıldada bilməz, qasırğalar onu uçurub dağıda bilməz. Heç kimin gücü yox idi ki, bir eybimi üzümə deyə bilsin. Bir adamın həddi deyildi ki, dalımca məni qınasın.
miskin bir hala düşən mənim yanımda uca idi, üstün idi. Ona zülm edəndən haqqını alardım mən. Qüvvətli olan mənim yanımda zəif idi. Məzlumun haqqını alardım ondan. Allahın qəzasına razı olduq. Əmrinə təslim olub itaət etdik. Heç gördünmü Allahın elçisinə, Allahın səlatı ona və soyunu olsun, yalan isnad edin, ona iftira deyim, and olsun Allaha, onun sözünü təsdiq edən ilk adam mənəm, ona yalan isnad edən ilk adam mən olmaram. Tutacağım işi gördüm, verdiyim sözü xatırladım, yerinə yetirdim, beyət etdim. Həzrət Rəsul-i Əkrəmə ilk iman gətirən kişilərdən Əmir əl-Möminin, qadınlardansa zövcəsi Həzrət Xədicədir. Müstədrək Səhiheyn, Müsnəd, Kənzül Ümmal kimi hədis kitablarında və səhabənin tərcümeyi hallarını əks etdirən İsabə, İstiab, Üstül Qabədə bu qeyd olunmuşdur. Nəsai Xəzaisində Əlinin belə buyurduğunu yazır. Mən Allahın quluyam, Rəsulallahın qardaşıyam, Siddiq-i Əkbər mənəm. Mən insanlardan 7 il əvvəl iman gətirdim. 3-cü səhifə. İbn-i Macənin səhihində də eyni mənada bir hədis vardır. 12-ci səhifə. Üstül Qabə, Əbu Əyyubil Ənsaridən Həzrət Peyğəmbərin belə buyurduğunu rəvayət edir. Mələklər mənə və Əliyə 7 il salavat gətirdilər. Çünki mənimlə Əlidən başqa, Xədicə müstəsna olmaqla, namaz qılan yox idi. Xütbədə eyni zamanda Həzrət Rəsulun vəfatından sonraki hadisələrə, yaxud Osmanın öldürülməsindən sonraki beyyətə də işarə vardır. Doğrudan da, məndə Allahın möhkəmdən möhkəm bir qalxanı var. Əcəl günüm gələndə məndən alınar. O zaman ox məndən ötməz, mizraq yan keçməz. Onlara xəbərsiz şəhid ediləcəkləri ehtimalını söyləyərkən belə buyurmuşdur. Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Hidayət əlamətləri qoyulmuşdur. Dəlillər açıq aydındır. Nişanələr qoyulubdur. Nə üçün gicəllənə çöllərə düşürsünüz? Niyə və nə üçün vurnuxursuz? Peyğəmbərinizin nəsli aranızdadır. Onlar sizi həqiqətə aparan iplərdir. Onlar din bayraqları həqiqətin dilləridir. Onları Qur'anın ən gözəl mehmanxanalarına yerləşdirin. Susamış dəvələr kimi onların yanına, onların qulaqlarına qaçın. Ey insanlar! Bu sözləri, bu inamı Peyğəmbərlərin sonuncusundan alın. Bilin ki, bizdən olub ölən ölü deyil, diridir. Bizdən olub çürüyüb gedən çürüməz. Bilmədiyiniz sözü deməyin. Çünki həqiqətin çoxu inkar etdiyiniz şeylərdir. Əleyhinə qəti bir dəliliniz olmayan adamı üzürlü sayın. O adam isə mənəm. Sizin içinizdə, sizin aranızdaykən ən qiymətli şeyin ən böyüyünə mən əməl etmədimmi? 2 ən qiymətli şeyin kiçiyini sizin aranızda qoymadımmı? İçinizdə iman bayrağı dikərtdim. Halal və haram sərhədlərini sizə öyrətdim.
Ədalətimlə yamanlıqlardan qurtuluş paltarını sizə geydirdim. Sözlərimlə, hərəkətlərimlə xeyri, həqiqəti sizə təbliğ etdim. Ən gözəl xasiyyətləri şəxsən sizə göstərdim. O rəylərin ki, kökünü göz görə bilmir, mahiyyətinə düşüncə vara bilmir, onlara uymayın, onlara əməl etməyin. Bizdən olub ölən ölü deyil sözü, Allah yolunda öldürülənləri ölü sanma, onlar diridir və Rəblərinin yanında feyz alırlar. Ayət-i kəriməsinə işarədir. Ali İmran surəsi 109-cu ayə. İki ən qiymətli şey sözü ilə sizin içinizdə, sizin aranızda iki qiymətli, nəfis, dəyərli şey qoyub gedirəm. Biri Allahın kitabı, o biri Əhl-i Beytimdir mənasındakı hədis-i şərifə işarə edilir. Müslim, Tirmizi, Müstədrək, Nəsai Müsnəd, Hilyətül Övliya, Kənzül Ümmal, Məcməüz Zəbail, Səvaniqül Mühriqə və sair hədis kitablarında bir çox yollarla bir sıra səhabədən rəvayət edilən bu hədis mütəvatir dərəcəsinə yetmiş hədislərdəndir. Seyyid Mürtəza Hüseyniyyül Firuzabadinin Fəzailul Xəmsəti min Əs-Sihahi Sittə 2-ci cüz, Nəcəf 1384-cü il, səhifə 43-56. Xalqa ehsan paylayan, onlara səxavəti ilə lütf əlini uzadan, kərəm, ehsan edən Allaha həmd olsun. Ona aid olan bütün işlərdə ona həmd edirik. Ona aid haqlara riayət edə bilmək üçün ondan yardım diləyirik. Şəhadət edirik ki, ondan başqa məbud yoxdur. Məhəmməd onun bəndəsidir, rəsuludur. Əmrini qəti şəkildə bildirmək, zikrini söyləmək üçün onu göndərmişdir. O da risaləti əmin şəkildə əldə etmiş, gerçək və doğru yolla getmişdir. Öz əvəzinə həqiqət bayrağını aramızda ucaltmışdır. Kim o bayraqdan ayrılıb irəli getsə, yaydan ox çıxan kimi dindən çıxar. Kim geri qalıb o bayrağın altına gəlməsə, həlak olub gedər. Kim o bayrağın altına gəlib kölgəsinə sığınarsa, həqiqətə uyar. Dəlili isə budur. Sözü doğrudur, gördüyünü deyər. Yerindən durması ehtiyatlıdır, vaxtında durar. Fəqət duran kimi tez də gedər. Siz də ona uyub baş əysəniz, ona hörmət edib barmaqla göstərsəniz, ona ölüm gəlib çatdıqda, aranızdan getdikdə durun, dayanın. Allahın istədiyi müddətdə dayansanız, axırda Allah sizi toplayıb bir yerə yığan, dağınıqlıqdan qurtarıb birləşdirən bir adamı meydana çıxarar. Sizə doğru gələn hər adama ümid bağlamayın. Sizdən üz çevirəni də görüb ümidsizliyə düşməyin. Çünki üz çevirənin bir ayağı sürüşsə belə, o biri ayağını yerə basar, dayanar. Beləcə yıxılmaz, sürüşməkdən xilas olur. Bilin ki, Mühəmmədin, Allahın səlatı ona və soyuna olsun, nəsli göydəki ulduzlar kimidir. Bir ulduz batdıqda, o biri doğar. Allahın lütflərinin sizə verildiyini görürəm mən. Sizə də umduğunuzu göstərəcəkdir. Doğrudan da Əhl-i Beytim aranızda Nuhun gəmisinə bənzər. Kim o gəmiyə minsə xilas olar. Kim minməsə həlak olub gedər hədisinə işarədir. Göy əhlinin əmniyyətinə ulduzlar səbəb olduğu kimi,
Əhl-i beytim də yer üzündəkilərin əmniyyətinə səbəbdir. Hədisinə işarə edilir. Bir xütbəsində Allahın izzət və qüdrətini, əzəli və əbədi olduğunu, mələkləri, ölümü, axirəti anlatdıqdan sonra Həzrət Peyğəmbər Əhl-i beyti haqqında buyurdu. Rəhman və rəhim olan Allahın adıyla doğrudan da dünyaya nifrət etdi. Miskin gördü. Əhəmiyyətsiz göstərdi. Alçaq bir şey saydı. Gözlərdə alçaltdı. Allahın onu seçdiyini, dünyanın ondan əl çəkdiyini, başqası üçün xəlq edildiyini anladı, bildi, onu ürəyindən çıxartdı, yadına da salmadı. Dünyadakı gözəl paltarlara, uca məqamlara qapılmamaq üçün dünya bəzəklərinin gözündən düşməsini istədi, sevdi. Bəndələrin Rəbbilərinə qarşı bəhanələrinin olmaması üçün Rəbbinin əməllərini onlara bildirdi, öyüd verib, ümmətini qorxutdu, müjdə verib, cənnətə çağırdı. Peyğəmbərlik ağacı, vəhyin endiyi yer, mələklərin düşüb qalxdıqları yer bizik. Elm mədəni, hikmət bulağı bizik. Bizə yardım edən, bizi sevən rəhmət gözləsin. Bizə düşmən olan, bizə nifrət edən əzab gözləsin. Ey qəflətə düşənlər! Sizdən xəbərsiz deyilik. Ey əmrə qulaq asmayanlar! Sizdən söz alan haqdır. Heyf ki, Allahın əmrini atıb getdiyinizi görürəm. Allahdan başqasına üz çevirdiyinizi seyr edirəm. Sanki heyvansınız, çoban sizi xəstəliklərlə dolu bir otlağa sürür, dərdlərlə dolu bir suvata haylayır. Heyvanlar da otarılıb bəsləndikdə başlarına nələr gələcəyini bilməz, elə zənn edərlər ki, onlara lütf edir, ehsan verirlər. Yalnız o günü gün sayırlar, işlərinin yalnız otlayıb su içməkdən ibarət olduğunu zənn edirlər. And olsun Allaha ki, sizin hər birinizin hardan və necə gəldiyini, hara və necə gedəcəyini xəbər verərəm. Özü də bunu çətinlik çəkmədən edərəm. Fəqət mənim üzümdən Rəsulullahı da inkar edəcəyinizdən qorxuram. Bunu ancaq əmin olduğum, əsli kökü doğru adamlara açar, əyan edərəm. Peyğəmbərini haqq üçün göndərən, onu xalqdan seçən Allah haqqı üçün bu sözü doğru deyirəm. Allahın Rəsulu bütün bunları mənə xəbər verdi. Kim həlak olacaqsa bildirdi. Nə üzdən, nədən həlak olacağını anlattı. Qurtulacaq adamları da göstərdi. Qurtuluş yerini xəbər verdi, bu işi əyan etdi. Mənim başıma gələcək hər bir işi də qulağıma dedi, bildirdi. Ey insanlar! And olsun Allaha ki, sizi itaətə çağırdığım işlərdə mən hamıdan irəlidə gedirəm. Sizə nəhy etdiyim işlərdən də sizdən əvvəl özüm çəkinirəm. İman var, canlarda, ürəklərdə yer tutmuşdur. İman var, canla bədən arasına girmişdir. Ürəklərə bir anlıq qonar, müəyyən bir vaxtada qalar. Buna görə də birindən üzülüşmək, ayrılmaq istəsəniz gözləyin.
ölümünədək dayanın. Ölümü gəlib çatdıqda, o zaman ondan üzülüşün, ayrılın. O zaman ona düşmən olun, qarğış edin. İlk vaxtlarda hicrət necə idisə, indi də elədir. Allahın bəndələri yer üzündə qaldıqca, əmri onlara buyurulduqca, hicrət ümmətdən kənar olmaz. Bu ümmət mühacir olmaqdan əl çəkməz, yer üzündəki höccəti tanımayana mühacir adı verilə bilməz. Kim onu tanısa, mühacir yalnız odur. O adama ki, höccət tanıdılmışdır, bəhanə gətirə bilməz. Qulağı eşidən, könlündə bilik olan adamın üzrü qəbul edilə bilməz. Doğrudan da bizim işimiz ağırdır, insanlara çətin görünər. Ancaq könlünü Allahın sınadığı bəndə bizim işimizə dözə bilər, buyruğumuza itaət edər. Sözlərimizi əmin könüllər qəbul edər, o sözlər mətin ağıllara batar. Ey insanlar! Nə qədər ki, məni itirməmisiniz, məndən soruşun. Çünki mən göy yollarını yer yollarından daha yaxşı tanıyıram. Sahibindən qaçan, ofsarını götürüb gedən dəvəyə bənzəyən fitnəni addım atmamış tanıyıram, hara gedəcəyini görürəm. Əməllər nəticəsinə görədir. Hədisinə görə, ömrünü günahla, hətta küfrlə keçirən bir adam son nəfəsində tövbə edib imana gələrsə, günahları bağışlanar, küfrdən təmizlənər. Ömrünü ibadətlə keçirən bir adam isə, son günlərində azıb günaha batarsa, günahkar kimi ölər, yaxud axirətə kafir kimi köç edər. Bir insanın xeyri şəri yalnız son anlarında məlum olar. Amma bunu da demək lazımdır ki, ölüm anındakı tövbə qəbul edilər. Buna tövbə-i yəs deyirlər. Fəqət son nəfəsindəki iman qəbul edilməz ki, buna da iman-ı yəs deyirlər. Mühəmmədin Allahın səlatı ona və soyun olsun, əshabından olub, onun dinini qoruyanlar doğrudan da bilirlər ki, mən bir an belə Allahın əmrindən boyun qaçırmadığım kimi, Rəsulunun əmrindən də boyun qaçırmamışam. Ərlərin, igidlərin dözməyib geri çəkildikləri təhlükəli yerlərdə Allahın mənə ehsan etdiyi ərliklə, igidliklə canımı onun uğrunda fəda etmişəm. Rəsulullah, Allahın səlatı ona və soyunu olsun, vəfat etdiyi zaman başı mənim köksümdə idi. Ağzının köpüyü əlimə tökülmüşdü. Mən isə onu üzümə sürtmüşdüm. Onu yuyanda mələklər yardımçım idi. Evdə başı üstündə fəryad ucalmışdı. Mələklərin bir dəstəsi enin, bir dəstəsi qalxırdı. Onu yatacağı yerə qoyana dək onların səsləri, salavat çevirmələri, namaz pıçıltıları qulağımdan getmədi. Ona həyatında da, ölümündə də məndən daha yaxın. Onun xəlifəliyinə məndən daha layiqli kim var? Bəsirət gözlərinizi açın. Düşməninizlə savaşmaq üçün niyyətlərinizi doğruldun. Özündən başqa bir məbud olmayan Allaha and olsun ki, şübhəsiz mən dümdüz orta yoldayam, onlarsa sürüşkən batil yolda. Eşitdiklərinizi deyirəm. Mənim və sizin bağışlanmağınızı
Allahdan diləyirəm. And olsun Allaha ki, gecələr dəvətkanları üstə yatsam, əl-ayağıma künnə vurub məni zəncirlə sürüsələr, yenə bu, qiyamət günü Allah bəndələrindən bəzilərinə zülm etmiş, dünya malından bir şey qəsb etmiş halda Allahın və Rəsulunun hüzuruna düşməkdən daha yaxşıdır məncə. Necə ola bilər ki, tez bir zamanda çürüyüb gedəcək, uzun zaman torpaq altında qalacaq bir bədən üçün mən kiməsə zülm edəm? And olsun Allaha, əqili gördüm, yoxsul bir günə düşmüşdü. Gəlin məndən, sizin buğdanızdan bir batman istəyir, verməyimi təkid edirdi. Gördüm ki, balaları çox pərişan, toza torpağa bulaşmış bir haldadır. Yoxsulluqdan bənizləri qaralmışdı, sanki üzlərini sürmə ilə boyamışdılar. Diləyində israr edirdi, istəyini təkrar edirdi, sözlərini dinlədim. Elə zənn etdi ki, dinimi ona satacam, yolumdan çıxıb ardınca düşəcəyim. Bir dəmir parçasını qızdırdım, ibrət vermək üçün bədəninə yaxınlaşdırdım. Ağrıdan xəstə kimi qışqırıb inləməyə başladı. Az qalmışdı ki, dəmiri yaxınlaşdırdığım yer yansın, dağlansın. Ona dedim, ey əqil, analar yasında ağlasınlar. Bu, bir insanın yalandan sənin bədəninə yaxınlaşdırdığı qızğın dəmirdir. Sən onun ağrısından, acısından bu qədər bağırırsan, sonra da məni tutub Allahın qəzəbi ilə alovlandırdığı bir oda tərəf çəkirsən. Əcəba, sən bu dəmirin ağrısından fəryad etdiyin halda, mən cəhənnəm atəşindən fəryad etmərəmmi? Bundan da heyrətli şey budur. Gecənin birində bir nəfər ağzı örtülü bir qabla oğrular kimi gəldi. Halva gətirmişdi mənə. Halbuki o halva mənim üçün ilan qusmağı idi. İlan zəhəri idi. Dedim, bu hədiyyədir, zəkatdır ya sədəqədir? Zəkat və sədəqə biz əhl-i beytə haram edilmişdir. Dedi, xeyr, nə zəkatdır, nə sədəqə. Bir ərməğandır bu. Dedim, analar yasını tutsun. Din yolu ilə gəlib mənə nizam öyrədəcəksənmi? Axmaqsanmı, dəlisənmi, yoxsa sayıqlayırsan? And olsun Allaha, bir qarışqanın ağzındakı arpa dənəsinin qabığını almaq üçün mənə 7 iqlimi və bu iqlimlərin altındakı ölkələri versələr, yenə də qəbul etmərəm. Doğrudan da, dünyanız bir çəyirtkənin ağzında olan yarı dişlənmiş bir yarpaqdan da dəyərsizdir mənə. Əli hara, yox olub gedəcək nemətə, qalmayacaq dövlətə, itəcək ləzzətə aldanmaq hara. Aqillərin qəflətə qapılmasından, ayaqların pis yola sürüşməsindən Allaha sığınırıq. Ondan yardım diləyirik. Əqil bin Əbu Talibin borcu 40 min dirhəmə çatmışdı. Həzrət Əmirdən borcunun ödənilməsini rica etmək üçün yanına gəldikdə, Həzrət onu yanında saxlayıb, axşam yeməyini birlikdə yeməyi təklif eləmişdi. Yemək vaxtı süfrəyə duz, çörək və biraz paxla gəldi. Əqil bu süfrəyə heyrət etsə də, yenə də yeməkdən sonra
borcunun verilməsini rica və israr etməyə başladı. Əmir əl-Möminin qarşısındakı manqala bir dəmir qoydu. Odun təsirindən dəmir qızdıqda buyurduğu hərəkəti etdi və sözü dedi. Əqil çox mütəəssir oldu və Kufədən durub Şama getdi. Muaviyyənin yanına girdiyi zaman onun bərbəzəkli bir taxt üstündə oturduğunu, yanında isə Şamda əmniyyət işlərinə baxan Zöhhak bin Qeysin oturmuş olduğunu gördükdə, Zöhhaka sataşmaq məqsədi ilə Allaha həmd olsun ki, alçağı yüksəltdi. Nöqsanı tamamladı, eybi hünər etdi, dedi. Muaviyyə Əqilə 50.000 dirhəm verərək borcunu ödədi və minbərə çıxıb Əlini lənətləməsini əmr etdi. Əqil minbərə çıxıb xalqa dedi. Ay cəmaat, Muaviyyə əmr edir ki, qardaşım Əlini lənətliyim. Allahın, mələklərin və bütün insanların lənəti ona olsun. Minbərdən indikdə Muaviyyə Əqilin nə demək istədiyini anlayıb, kimə lənət etdiyini bildirmədim dedikdə, Əqil cavab verdi. Söz, həmin sözü deyənin niyyətinə bağlıdır. Bir gündə Muaviyyə Əqilə sataşmaq üçün soruşdu. Ey Əqil, görəsən, indi Əbu Ləhəb hardadır? Əqil cavab verdi. Cəhənnəmə gedən kimi, xalan Ümmü Cəmillə bir yerdə görəcəksən onu. Əqil Həzrət Əlidən 20 yaş böyük idi. Hicrətin 54-cü ilində 96 yaşındaykən vəfat etdi. Əqilin oğlu Müslüm İmam Hüseyin əleyhissalam tərəfindən Kufəyə göndərilmiş, orada şəhid olmuşdu. Başqa oğulları da Kərbəlada şəhidlik mərtəbəsinə yüksəlmişdilər. Həzrət Əliyə hədiyyə vermək üçün gələn adam Əşəs bin Qeys Əl-Kindidir. Həzrət Peyğəmbərin vəfatından sonra dindən döndüyü rəvayət edilir. Həzrət Əli əleyhissalamın xilafətinin son dövrlərində xarici olmuşdu. Həzrət Əmirin şəhadətində dəxli olanlardan biridir. Bağışlayan və mehriban Allahın adıyla. Onlar elmin həyatıdır, cahilliyin ölümü. Helmləri elmlərindən xəbər vermədə, susmaqları sözlərindəki hikmətləri bildirmədədir. Haqqa qarşı durmazlar, onda ziddiyyətə düşməzlər. Onlar İslamın dayaqlarıdır, onlar xalqın sığınacaqlarıdır. Haqq onlarla yerini tutar. Batil onlarla yerindən qopar, dili kökündən kəsilər. Onlar dini, onun hökmlərini qavramaq, onlara riayət etmək yoluyla anlamışlar, eşitmək, rəvayət etmək yoluyla yox. Çünki elmi rəvayət edənlər çoxdur. Ona riayət edənlər isə çox azdır.